Salam, axşamınız xeyir. Deməli, pH ilə oynamaq nələrə səbəb olur? Baxın. Bax, bu paylaşdığım xəstəlik narda alternariya xəstəliyidir. E, Səbəbi də yağışların yağmasıdır. Yağışlar yağarkən nə baş verir? Ağacların yarpaqları islanmaqdan başqa nə olur? Heç nə. Sadəcə ağaclar yaş olur. Hər hansı bir dərmanlama da apardıqda ağac başdan başa yaş olur, amma alternariya olmur. Deməli, yağış yağarkən ağacların yaş olması xəstəliyə səbəb olmur. Yağan yağış eyni zamanda torpağın da asitli sulanmasına səbəb olur və torpaqda pH-ın aşağı düşməsinə səbəb olur. Alternariyanı suvarma yaratmır. Yəni, suvarma yaratsaydı biz zaten il boyu suluyuruq. Alternariya yaranardı. Asitli suvarma yaradır. Niyə? Çünki bitkinin xəstəliklərinin müalicəsində ən vacib elementlərin mənimsənilməsi dayanır. Yəni, kalium, kalsium kimi elementlər dayanır, mənimsənilmir. Və kalium, kalsium kimi elementlər mənimsənilmədikdə xəstəliklərin olmamağı ehtimalı yoxdur. Deməli, vaxtında bitki düzgün qidalandırılarsa, bu vəziyyətdən sığortalanmaq mümkündür. Yəni, bitkinin qidalanmasında payız gəldiyi, yağışların yağacağı ehtimalları diqqətə alındığında, yəni pH aşağı düşəcək, bitki bunlardan kalsium kimi elementlərdən kasıb qalacaq, meyvənin şişməsi üçün vacib olan elementlərdən kasıb qalacaq. Diqqətə alındığında və bitkinin yetərincə kalsium mənimsəməsi üçün düzgün mikroelement qidalanması təmin edildikdə, payızda yaranan əlverişsiz hava şəraitinin fəsadlarından da qurtulmaq olardı. Misal üçün, bor tətbiq edilsəydi, payız qabağı. Bitki həm borun bitki daxilində suyun intensiv su hərəkəti qazandırmasından yararlanardı, həm borun kalsiumla sinergis münasibətindən yararlanıb yetərincə kalsium depolamış olardı. Bu da nəinki alternariya, yəni alternariya deyil, ondan artıq keyfiyyəti aşağı salan, ambarlama dövrünü, yəni raf ömrünü aşağı salan bir çox mənfi keyfiyyət göstəricilərindən və həm də bir çox xəstəliklərdən də qorunmuş olardı. Tək nardan söhbət getmir. Yığımı payız dövrünə təsadüf edən bütün meyvələrdə, xurmada, almada daxil olmaqla yaranan bütün problemlərin səbəbkarı qida balansının normallığıdır. Yəni, almada da problemlər var, xurmada da problemlər var və bunların əsas səbəbləri də qida balansının normallığıdır. Yağış bir növ işi belə deyək də sürətləndirirsə, qida balansında olmaması da əsas səbəb. Xüsusilə almada il boyu asitlərdən yüksək miqdarda istifadə də eyni vəziyyətin daha da kəskinləşməsinə səbəb olur. Torpağın pH göstəricilərinə təsir etmək yanlışdır. Bunu yayda, xüsusilə yayda hamı asitlərdən istifadə elədiyinə görə yayda mən ən az 2 dəfə hər il ən az 2 mövzunu pH-a həsr edirəm. Və unutmayaq ki, payızda yığımı gözlənilən meyvələrin ən çox yığım dövründə yüksək pH-a ehtiyacı var. Çünki yetişmə dövrüdür. Yetişmə dövründə yetişməni optimallaşdıran BRICS-i, yəni quru meyvədə quru maddənin miqdarını artıran elementlərin hamısı yüksək pH-larda mənimsənilməkdədir. Amma yayın ortasında pH salıcılardan vır ki vurasan vururlar bağlara. Demirəm pH salıcılardan istifadə etməyin. Edin, mövsümdə bir dəfə, əsasən də iyulun axırı, avqustun əvvəlində bir durğunluq baş verir. Həmin dövrdə bir dəfə kiçik miqdarda onu da pH-ı dərd edərək pH salıcılardan istifadə eləməyin. Ümumiyyətlə pH-ı dərd etməyin. Yəni, heç avqustda pH salıcılardan istifadə eləməsəniz də pH-ı özünüzə dərd etməyin. pH-ı dərd etdikcə pH qalır bir yana, bu kimi dərdlər meydana çıxır. Amma həmin vaxtı çıxmır. Yəni, yayda çıxmır. Gəlib payızda çıxır ortaya. Yəni, şahmat taxtasını belə geniş müşahidə aparın da, yəni elə oynadığınız kodu fikirləşməyin, sonraki kodlarda fikirləşin. Əziz ağıllı mütəxəssislər, sizdən xahiş edirəm, yay dövründə torpaqda pH-ı aşağı salmaq cəhdlərinizi bitirin. Mən hər dəfə yayın ortasında torpağı pH-ı ilə oynamaq olmaz. Oynamayasınız deyə torpağın təbii pH-ı ilə barışasınız deyə müxtəlif paylaşımlar edirəm. Sizi pH-la bir türlü barışdıra bilmirəm. Yenə də bildiyinizdən əl çəkmir. Nəysə, alternariyanı paylaşdım, amma hər şeydən danışdım. Yəni, əslində danışdıqlarımın hamısı alternariyaya aiddir və alternariya kimi payızda baş verən
xüsusilə kalium, kalsium əksikliyindən baş verən bitki zəifliyinin səbəbləridir. Bu göbələk alternariyadır. Əsasən narın kaliksindən, yəni tac hissədən daxil olur meyvəyə. Əvvəl sarımtıl, korisini ləkə buraxır, ləkə yaradır, sonra batıq da olur bəzən. Daha sonra da qaralıb çürüməyə başlayır. Hətta yığımda üzə çıxmasa da, yəni yığım zamanı üzə çıxmadı. Deyək ki, yığdığımız meyvələrdə hər hansı bir çürümə yoxdur. Əgər yoluxubsa, ambarda da çürüməsini davam etdirəcək. Yəni, demək istədiyim, fikirləşməyin ki, yığdım, bitdi. Alternariya yoluxubsa, bitkidə 100 ağacın birində alternariya, 100 meyvənin birində əgər alternariya müşahidə edibsizsə, o yerdə qalan meyvələrin də hamısı ambarda alternariya göbələyi konkret olaraq o meyvələri çürütməyə davam edəcək. Nəysə, dərman kimi ən gözəl dərman mis-sulfat. Yəni istəyirsiniz, internetdən soruşun, ChatGPT-dən soruşun, nə bilim, ala kimdən soruşursunuz, soruşun. Sizə təklif eləyəcəkləri dərmanların içində ən üstünü mis-sulfat. Tona 1,8 kiloqram mis-sulfatla dərmanlayın, sonra da yığım eləyin. Yoxsa yığdığınız meyvələr belə çürüyəcək. Yəni, mis-sulfatdan öncə bizim saf kalsium məhsulundan da istifadə edib bir gün sonra mis-sulfat verə bilərsiniz. Və yaxud da mis-sulfatdan 3 gün sonra da saf kalsium verə bilərsiniz. Yəni, saf kalsiyini də mis-sulfatsız, bu çünki kalsiumun əksikliyi səbəb olur ki, meyvələrdə alternariya göbələyib üstünlük qazanır. Eyni zamanda ya öncədən saf kalsium verin, öncədən versiniz bir gün gözləməyiniz məsləhətdir. Sonradan versiniz, mis-sulfatdan 3 gün sonra verməyiniz məsləhətdir. Və eyni zamanda da unutmayın ki, torpağın pH-ı yağışlardan sonra 2 həftə təxminən aşağı olur. Ona görə də mütləq qumatlardan da istifadə edin. Çünki qumat da pH qalxsın, həm də kalium, kalsium, həm də fosfor mənimsənilsin deyə çox vacibdir bu dövrdə xüsusilə. Mən sizi ehtiyatlandırmaq üçün bunları paylaşırım. Yəni, uzun sözün qısası, il boyu hamı qumat verməyə çalışır. Qumatı filan nə vaxt verək, filan verək, bəsməkan verək. Qumatın ən gözəl verilmə vaxtı elə bu vaxtıdır. Yəni, bundan artıq fürsət olmur. Yaydan tutmuş, ilin axırına qədər hamı qumat istifadə edir. Bağlardan söhbət gedirsə, qumatın ən gözəl verilməyi vaxtıdır. Verin. Ta noyabra qədər verə bilərsiniz, heç problem yoxdur. Qumatdan istifadə edin torpaqlarınızda. Orqanik maddəni qaldırmaq üçün, payız dövründə ehtiyac olan mineralların mənimsənilməsi üçün, xüsusilə bitkinin payız dövründə temperaturla əlaqədar da bəzi elementlərin mənimsənilməsi çətinləşir. Qumatla da bunu biraz asanlaşdırmış olursunuz. Nəysə, sözüm odur ki, mən bunları sizə paylaşıram ki, ehtiyatlandırmaq istəyirəm. Ehtiyatlı olmaq artıq sizə qalıb. Məndən bu qədər.